بسم الله الرحمن الرحيم اللهم وفر حظي فيه من النوافل وأكرمني فيه بإحضار المسائل وقرب فيه وسيلتي إليك من بين الوسائل يا من لا يشغله إلحاح الملحين. 28-ci günün duası. İlahi, bu ayda nafilə əməllərdən mənim nəsibimi bol et. Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər. Vəsilələr arasında sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et. Ey israrlıların dualarını eşitməkdə məmnun olan Allah!